Salam, xoş gördük sizləri, hörmətli abituriyentlər. 14 iyun OTK-nın sınaq blokunu izah edir sizə Yusif Əliyev. Deməli, 31-ci suala diqqət eləsək, burada indi siz mətni oxuyacaqsınız. İndi belə deyək, 13-cü əsrin sonlarında indiki Pakistan ona bitişik ərazilərdən bəhs edirsə, Monqol hücumlarından bəhs edirsə və sonlarından bəhs edirsə, bu Ələddin Xələcin dövrüdür. Yəni Xələclər sülaləsinin hakimiyyət dövrüdür. Biz burada qeyd edə bilərik ki, deməli, Monqol hücumların qarşısı tamamilə alındı. Bu Xələclər sülaləsinin hakimiyyət dövrüdür. 32-ci suala diqqət eləsə, Atabəylər dövlətinin tarixinə aid demək, biri silirik, buradan aid deyil. Sonra Tiflis Müsəlman Əmirliyində silirik, bunlara aid deyil. Yerdə qalan cavabları götürəcəyik biz. Şirvanşahlar dövlətinin asıla salınması, 1-ci Xristian hakimiyyətini bərpa eləmək, Dəbil şəhərini azad eləməsi və bütün Azərbaycanı vahid halda birləşdirilməsi. Bu Şəmsəddin Eldənizin dövrünə aiddir, cavab burada C-dir. 33-cü suala biz diqqət etdikdə Axund dövlətinin fərqli olaraq Qaraxani və Qəznəvilər nəzərdə tutulur. Biz burada nəzərimizdə saxlasaq ki, cavabı biz götürəndə Aşina soyundan olduğunu götürəcəyik. Bir də İslam dininin qəbul edilməsi. Mərkəzi Asiyada meydana gəlməsi isə bunların ikisi də Mərkəzi Asiyada meydana gəlib. Bu oxşarlıqdır. Fərq 1-ə AB və 2-yə də götürəndə də Hindistanın bir hissəsinin tutulmağı həm Axundlarda var Mihriqulu xanın dövründə, Qəznəlilərdə də Mahmud Qəznəlinin dövrünə düşür. Onun üçün də biz 2-yə də götürəcəyik B ilə C. Cavab D variantı. 34-cü suala diqqət etsək, burada Daş dövrünə fərqli Tunc dövrünə aid insanların fəaliyyəti bizdən soruşulur. Biz burada nəzərimizdə saxlasaq ki, əkinçi yanaşı sənətkarlıqla məşğul olurlar. Burada fərqi bizdən soruşur, amma bunların ikisində də oxşarlıqdır. Deməli, təsərrüfata xişdən istifadə edilmək bu Tunca aiddir. Bağçılıq, bostançılıq yenə Tunca aiddir. Məşğul olmaları, deməli 2-3, oturaq həyat tərzi sürürdülər. Bu da oxşarlıqdır. Neolit dövründə yaranmışdı oturaq həyat tərzi sürmək. Bir də dini ayinlərdən üçün ibadət evlərinin inşa edilməsi. Deməli, cavab 2, 3, 5. Qədim Hindistana aid olanları müəyyən edək. Deməli, biz burada götürəndə Qədim Hindistana aid olanı götürdükdə, biz burada götürdük Makedoniya İskəndərin yürüşünə məruz qalması, sonra Roma işğalçılıq hücumları, xeyr, biz bunu götürməyəcəyik. 2-ci minillik ərazisində bəli, ayrı tayfaların köçü, bir də burada götürəndə deməli 2-ci əsrdə Mario Sulasının hakimiyyətə son qoyulması, bəli, 184. 3-cü əsrdə vahid halda Mario sülaləsi Hindistanı vahid dövlət halına salmışdır. 6-cı əsrdə bu 3-cü Daranın dövrü 4-cü əsrə düşür. Cavab burada D variantı. 36-cı suala diqqət edin. Xəritədə ulduzla işarələnmiş rayonları biri Xocalıdır. Xocavənd nəzərdə tutulur burada. Deməli, biz burada onu götürdükdə Xocalı və Xocavənd nəzərdə tutulanda deməli, bizə ümumi oxşarlıq istəyir. Ümumi oxşarlıq götürəndə lokal xarakterli antiterroru götürəcəyik. 1. 10 noyabr 2000-ci il bəyanatı ilə Azərbaycan qaytarılması, bu Ağdam, Kəlbəcər, Laçındır. Vətən müharibəsindən sonra ərazilərin hava limanının tikilməsi, xeyr. Qarabağ müharibəsinin gedişində mərkəzi Azərbaycan bayrağının yüksəlməsi bu dövrədə əhatə eləmir. Cavab burada 1 ilə 5-dir. A variantını götürək. 37-ci suala diqqət edək. Demək, Qarabağ və Quba xanlığının oxşarlığı bizdən soruşur. Qarabağa götürəcəyik. Urmiya xanlığının asılı vəzifədə düşməsi Fətəli xanın dövrünə düşür Əfşarın. Bir də Rusiya ilə Kürəkçay müqaviləsi bağlamağı 1805-ci il. 1-ə B ilə Y. Quba xanlığını götürəndə də 2-yə götürəcək. Görüqovsk şəhərində 1802-ci ildə Ruslarla sülh müqaviləsi bağlamış. Lənkəranla Quba xanlığı bu sülh müqaviləsini bağlamışdır. 38-ci suala diqqət edək. Qədim Romanın 2-ci əsr tarixinə aiddir. Bu 4-cü əsrə aiddir. A variantı. Deməli, Respublika idarə quruluşu yaradılması eradan əvvəl 509.
Yunanıstanın tabe edilməsi 146, vətəndaş müharibəsinin baş verməsi 49-44, bir də Antoni Oktobrian Avqust arasında olmuşdur. Albaniya dövləti ilə münasibətlər, bu da 1-3-cü əsrləri əhatə edir. 39-a diqqət edək. Sadi Salari dövlətindən fərqli olaraq Rəvvadilər dövləti. Bu dövlətlərdən oxşar xüsusiyyətlər demək olar ki, Səlcuqları biz çıxsaq burada. Hər ikisi oxşar xüsusiyyətdir. Şirvanşahlar asılı vəziyyətə salınmağını deyə bilərik. Cənubda yaranmış, Şirvanşahlar dövlətinin asılı vəziyyətə salınmışdır. Deməli, Şirvanşahlar dövlətinin özündən asılı vəziyyətə salınan Sazı və Salarilər nəzərdə tutulur. Bizdən deməli, fərqli olaraq Rəvvadi dövlətini soruşur. Rəvvadi dövlətini götürsək biz, deməli, Səlcuqların hücumuna məruz qalmışdır. Nə Sazı, nə Salari. Bunların heç birinin yürüşdən məruz qalınmamışdır. Cənubda yaranması oxşarlıqdır. Azərbaycanın torpaqlarını əhatə eləməsi bu Sazı Salari ilə aiddir. Yəni, bu Rəvvadi dövlətin aidiyyəti yoxdur. Şimal sərhədə möhkəmləndirmək üçün Dərbənd sərhədinin təbir edilməsi, bu da Sazı Salari ya Şirvanşahlara götürmək olar. Oxşar hadisə kimi. Ancaq bizdə testin şərtinə görə Rəvvadini soruşur. Rəvvadini götürəndə də Səlcuq hücumlarına məruz qalması 1054-cü il biz bunu götürə bilərik. Həmin dövrdə Sazı Salari dövləti mövcud olmamışdır. Deməli, 39-cu sualda biz B variantını qeyd edək. 15-ci əsrdə Teymurilər dövlətindən fərqli olaraq Osmanlı dövlətinə aiddir. Deməli, bu diqqət eləsək 15-ci əsrdə Səfəvilər tərəfindən məğlub edilməsi, biz burada oxşar fərqli diqqət eləsək cavaba. 15-ci əsrdə Teymurilər dövlətindən fərqli olaraq Osmanlı dövlətinə aiddir. Bax, Səfəvilər dövləti 15-ci əsrdə yoxdur. Qızıl Orda dövləti ilə normal münasibətlərin qurulması, bu 16-cı əsrə aiddir. Ağqoyunlu Bayandur dövlətinin məğlub edilməsi ilə biz cavabı C götürə bilərik. Çünki Teymurilərin Ağqoyunlular dövlətinin, Ağqoyunlu dövlətinin məğlub edilməsi. Deməli, Teymuri fərqli Osmanlı dövlətinə aiddir. Teymurilər, belə deyərdim, Ağqoyunlulara məğlub olub 1468-69-cu ildə də Osmanlı isə düzdür, dövlət halında Ağqoyunlu dövlətini məğlub etmişdir. Beyşəhər və Otulbek döyüşlərində, amma Ağqoyunlu dövlətdə Malatya döyüşündə Osmanlıya qalib gəlmişdir. Biz 40-a C variantını götürəcək. Paytaxt şəhərlərin dəyişdirilməsi də 15-ci əsrə oxşardır. Bizdən çünki fərq istəyir burada. Monqol yürüşlərə məruz qalması da ki, 15-ci əsrdə bunlar qalmamışdır. 41-ci testə diqqət edək. 41-ci testdə deməli, səbəb və nəticə əlaqələrini verir. Deməli, Saint-Germain müqaviləsi imzalandı. Almaniya Avstriya ilə birləşməsi. Xeyr, biz bunu götürə bilmərik. Bu səhv cavabdır. Millətlər Cəmiyyətinin mandat sistemi yaradıldı. İngiltərə yaxın şərqdə hərbi ərazi. Bəli, biz mandat hüququ aldı. İngiltərəni götürə bilərik. Bir də Vaşinqton konfransı çağırıldı. Bu Reyn Bryan paktı nəzərdə tutulur. Yəni biz bunu da götürə bilmərik. Cavab biz burada 2 ilə 4-ü götürə bilərik. Tirana sülhünün imzalandı. Macarıstan təminatı ödəndi. Yəni Macarıstan təzminat ödəndi. Cavab biz burada 41-də C variantını götürə bilərik. 42-ci suala diqqət eləyək. Xəritədə 100 illik müharibə dövrünə aiddir. 100 illik müharibə dövrü 1337-1453-dür. O dövrədə nəzərimizdə saxlayacaq. Elə ikisində də kəndli müharibəsidir. İngiltərədə Uit Tyler, Fransada Jakeriya üsyanı. Birində 1381 Uit Tyler, Jakeriyada 1358 kəndli müharibəsi. Ərəb ağalığı dövründə Azərbaycana aiddir. Əbül-Müslüm üsyanı Mərkəzi Asiyada baş verib. Deməli, vergilər məhsulla deyil, torpaq sahəsinə görə alınırdı. Bəli, biz 2-ni götürürdük. Sonra Şamaxıda da 7-9-cu əsr Sündü məscidinin tikilməsi 2 ilə 3-ü götürdük. Sonra müsəlmanların bütün vergi, xeyr, bu ticarətin mərkəzi olan Rabatdadır. Ticarət yox, Rabitə idi. Ticarətə aidiyyatı yoxdur bunun. 43-ə də biz cavab A variantını götürdük. 44-cü testə diqqət edək.
Birinci Dünya Müharibəsi dövründə aiddir. Bizdən bu soruşur. Yəni dövrdə 1914 və 18-ci illər nəzərdə tutulur. Monarxiya rejimin devrilməsinin birə B-ni götürə bilərik. A-nı, B-də deyirəm. A variantını biz götürəcəyik burada. Birə A. Bir də Marna döyüşü də 1914 ildırım sürəti planın məhv olmasıdır. Birə A-la C-ni götürdük. 2 ilə cavab çıxdı da buradan. Kultamır döyüşü 1916-cı il 2-dir. 3-ə də biz götürəndə götürəcək oxşar cavab mərkəz dövlətlərin tərkibində olması. Bu dövlətlər ittifaqı nəzərdə tutulur da, mərkəz dövlət deyəndə bu nəzərdə tutulur. Cavab A variantıdır 44-də. 45-də 18-ci əsrin ikinci yarısı səciyyəvidir. Yəni 1751-dən sonra nəzərdə tutulur. Nadir Şahın əfşarlarla sülh müqaviləsinin imzalanması bu 46-dır. Birinci dövrə əhatə edir. Rusiya ilə aparılan müharibədə məğlub edilməsi, bəli, 1768, 74, 87, 91-ci il Kiçik Qanacə və Yassa sülhü nəzərdə tutulur. Kiprin fəthi 1571-ci il 2-ci Səlimin dövrüdür. Ağa Məmməd Şah Qacarla diplomatik münasibətlər. Bəli, biz bu sərhədlərin qorunmasında, sonra ümumi qonşu dövlət olduğuna görə Ağa Məmməd Şah Qacar çalışırdı ki, təhlükəsiz cəhətdən Osmanlılarla sülh bağlasın. Avropa nümunələri Səlim dövrünə aiddir. 18-19-cu əsrə aiddir. Cavab burada deməli 2 ilə 4-dür. Şeyx Məhəmməd Xiyabəninin başçılığı ilə yaradılan milli hökumətin fəaliyyətinə aiddir. Bunu nəzərdə tutanda bu cümhuriyyətlə əməkdaşlıq xeyir, milli qvardiyanın yaradılması nəzərdə tutulacaq burada. Deməli, milli qvardiyanın yaradılması, sonra konstitusiya xeyr, bu aidiyyəti yoxdur. Azərbaycan dilini bütün İranda xeyr, bu bütün İran onun aidiyyəti, o Təbrizdə qaldırılan üsyan idi. Təbrizdə pulsuz qız məktəbinin açılması nəzərdə tutacaq. Cavab burada 2 ilə 5-dir. Y variantı. 47-ci testdə diqqət edək. Hadisələrin yerini, xronoloji hadisə istəyir. Demək, Bəndərin başçılığı ilə üsyan 1231, Elxanilər dövlətinin yaranması demək 1258, Azərbaycan Monqol xaqanlığın bu 1239. Demək, biz burada 1 ilə 2 ilə 3-ün yerini dəyişsək, deməli, xronoloji ardıcıllıq alacaq. İngiltərədə ilk parlamentin çağırılması 1265, Yüzülü müharibəndə başlaması 1337. Cavab burada 2 ilə 3-ün yerində xronoloji ardıcıllıq alınacaq. 18-ci suala diqqət eləyək. Deməli, sxemi tamamlamaq lazım. Sultan Hüseynin dövründə. Biz burada diqqət eləyəndə, onda burada deməli 18-ci suala baxsaq. Deməli, dövlətin keçmiş qürbətini bərpa etmək xeyr. Sənətkarların bütün bu Şah Abbasın dövrünə aiddir. Stepan Razina qarətçi yürüşü Sultan Süleyman dövrüdür. 67-68. Rus tacirlərin mənafeyinə uyğun müqavilə imzalanması 1714-17-ci illər. Osmanlı qoşunun məğlub edilməsi xeyr. Bu dövrdə Osmanlılara müharibə aparmamışdır. Cavab D variantıdır burada. Deməli, 49-cu testdə diqqət eləyək. Əlimərdan bəy Topçubaşova aiddir. Qeyrət Partiyası rəhbərliyə aiddir. Cənubi Qafqaz Komitəsinin Azərbaycana Məmməd Yusif Cəfərova aiddir. Biz bunu da üstünə xətt çəkək. O 1917-ci ildir bu. 1905. Sonra Ubrok bəyannaməsi 1906-cı ildir. Biz Əlimərdan bəy Topçubaşova 3-ü götürəcəyik. Bakıda müəllimlərin birinci qurultayında götürsək, biz Həsən bəy Zərdabi Nərimanovun nəzərində dövründədir. 6-cı il. Bir də Tiflisdə sülh konfransı Daşnaqüstün Partiyasının niyyətini ifşa etməsi. Bəli, bu da 1906-cı ildədir. Əlimərdan bəy Topçubaşov onların niyyətlərini orada aşkar edir. Düzdür, birinci Çar Rusiyasının dövründə ermənilərə şərait yaradılmışdır ki, onlar Qafqaza yürüş edib, Cənubi Qafqaza. Şuşada, Qarabağda kütləvi qırğınlar da törədirdilər. Demək, cavab burada D variantı oldu. 50-ci suala diqqət edək. Ağqoyunlu
Bayandurlar dövləti haqqında istəyir. Muş döyüşü olanda biz xətt çəkək üstündən. Niyə? Çünki Ağqoyunlu dövləti 1468-1503-dür. Muş döyüşü isə 1467-dir. Ona görə yox. Səfəvlərin məğlub edilməsi xeyr. Çünki Ağqoyunlu Uzun Həsən dövründə Şeyx Heydərin gücündən istifadə edir müharibələrdə. Ona görə biz birə tək beyini götürdük. Uzun Həsən dövrünə aid. Sultan Yaqubun dövrünə götürsək, bəli, 1488-ci il Şahdağ döyüşünü götürəcəyik. 2-yə götürdük A, məğlub edilməsi, bir də Şirvanşahlarla müttəfiq olması, sonra qohumçuluq əlaqəsi olması, Osmanlı dövlətindən müharibə, Osmanlı dövlətindən Sultan Yaqub müharibə aparmanın dostluq əlaqələri var idi. Ona görə biz 1-ə tək B, 2-yə isə AB, A variantını götürdük. Şirvanşahlarla elə bir Sultan Yaqub hələ dostluq, qohumçuluğa çevirmişdir. 51-ci testdə diqqət edək. Sasani dövlətinin ödənilən vergilərdən azad edilməsi. Bu mömin Vaçaqanın dövründə. Xeyr, biz bunu götürə bilmərik. Yeni kilsənin tikilməsi Ağqoyun kilsə məclisi dövrünə düşür 1488-ci il. Orada qərar qəbul edilmişdi. Xristianlığın ölkə ərazisində rəsmi din kimi qəbul edilməsi bu 313-cü ildə Urnayrın dövrünə aiddir. Paxtatın Bərdəyə köçürülməsi 2-ci Vaçen dövrünə aiddir. Dövlətin siyasi və mədəni cəhətdə inkişaf etməsini biz götürə bilərik burada. Deməli, cavab deməli D variantı. 52-ci testə baxaq. Memarlıq abidələrinin heç birinə aid deyil. İndi bizim şagirdlərimiz bilir, çox güman edirəm ki, çaşmazlar burada. Aid kimi götürərlər. Aid deyil götürsə, bax 12-ci əsrə aiddir. İntibah mədəniyyəti dövründədir. Şirvanşahlar dövründə Mərdəkan qalası, Naxçıvan şəhərində yerləşirdi, Möminə xatın türbəsi. Yəni Osmanlı dövləti tərəfindən tikilmişdir. Cavab E variantı. Çünki hələ Osmanlı dövləti 12-ci əsrə mövcud deyil. Osmanlı dövləti 1302-ci ildə, yəni 14-cü əsrə aiddir. Şah 1-ci Təhmasibdən fərqli olaraq Şah Abbasın hakimi fərq istəyir bizdən. Bax, Avropa oxşardır. Məsələn, Təhmasib İngilislərlə Moskva şirkətinə əlaqə. 1-ci Şah Abbas ilə götürdü Portuqaliya ilə Avropa dövlətlərdə əlaqə, İngilislərin əbədi dostluq. Demək, birin üstündən xətti çəkək. Şah deməli fərq istəyirsə biz 2-ni götürəcəyik buradan Azərbaycan bəylərbəyliyin yaradılması. Osmanlı qoşunların məğlub edilməsi Təhmasibdə məsələn Buğur döyüşü Şah Abbasdakı məğlub edib. Sufyan döyüşü ilə birini götürə bilərik, sonra Azərbaycan torpaqlarının geri qaytarılması dövrü nəzərdə tuta bilərik. Cəlalələrin hərəkatının ilk böyük çıxışı, bəli, bu da Osmanlı ərazidə zəbt eləmişdi ki, 1-ci Şah Abbasda Cəlalerin dəstəsindən belə deyək, kömək almışdır. O ərazidə üsyanla qaldırılması belə deyək, dəstəkdə göstərmişdir. Cavabı biz götürə bilərik 2-4. Şəki hakimliyi də Təhmasibin dövrünə aiddir. Deməli, cavab 2 və 4-dür. Xronoloji arıcılığa diqqət eləyək. 54-cü testdə deməli soyuq müharibənin başa çatması belə. 1. Strateji müdafiə təşəbbüsü proqramı bu 1983. 2-yə baxaq. 2020 Brexit nəzərdə tuturaq. 3-ə deyək 1974. 4-ü də nəzərdə tutaq 1991. Deməli, biz burada götürəndə birinci götürəcəyik nəyi? 3-ü. Sonra götürəcəyik deməli 1-i 1983-cü il. Sonra götürəcəyik 4-ü, sonra 2-ni. 3, 1, 4, 2. Deməli, Şimali Azərbaycanda 1840-60-cı illəri nəzərdə tutulur, uyğunluq istəyir. Rəhtar 1836, hərbi 1887. Deməli, qəza məktəblərinin açılmasını götürəndə, elə Qafqaz canişini, bir də qəza məktəblərinin açılmasını götürəndə 3 ilə 4-ü yazaq bura. Müəllimlərin seminariyası da deməli 60-cı ilə aiddir, 80-cı illərə aiddir. 3 və 4 götürəcəyik burada 55-də. Manna dövlətindən fərqli olaraq Albaniya dövlətinin fərq istəyir bizdən. Deməli, hakimiyyətin mövcud olması bu oxşarlıqdır. İkisində də
türk tayfaları var. Məsəl üçün Mehranilər, Mehranləri götürə bilərik. Mannada İskit Kimir. Təsərrüfata ikisində qul əməyində mövcud olması. 1 və 5 cavab. Uyğunluğu müəyyən edək. 57-ci suala diqqət eləsək biz burada. Heydər Əliyevin rəhbərliyi dövrünü götürsək, Konstitusiya Məhkəməsi götürəcəyik. İlham Əliyevin dövründə götürsək, deməli 2-yə 2006 Bakı-Tbilisi-Ceyhan istifadəyə verilməsi, bir də asan xidmət. Situasiyanı siz oxuyursunuz buradan. Biz də burada vaxt aparır situasiyanı oxumağa. Qısa biz çalışacağım ki, onun cavablarını yazam. Məsələn, 58-ci testdə yazanda burada biz erməni daşnaqlarının apardığı mübarizədir. Məsələn, AXC dövrün buraya yazacaq Qarabağ general qubernatorluğu yazacaq. 59-a yazanda düşünürəm ki, Andranikin Qarabağ hücumunun son qoyulmasıdır. Biz 59-a birinci səbəb bunu yazarıq. Andranik hücumuna son qoyulması. İkinci səbəb də götürsək, onların separatçı rejiminə qarşı belə deyərdim, mübarizə aparılması, onlara sərt çıxış göstərilməsi AXC-nin. 60-cı sualda da 2 cavab istəyir bizdən də. Burada belə deyərdim də, 60-da misal üçün İrəvan şəhəri verilmişdi ermənilərə ki, bir şərtlə ki, onlar Qarabağ ərazisinə və Zəngəzura ərazilərinə iddia etməyəcəkdilər. Bunu götürə bilərik. Biz onlar bu ərazidə yəni iddia etməməli idilər. Bu qədər. Onlayn hazırlıqda mövcuddur. İstəyən, müraciət etmək istəyən əlaqə nömrəsini yazıram. Müraciət edə bilər. Uğurlar hər birinizə.